Salam, hər vaxtınız xeyir olsun. Bugün hər kəsin asanlıqla hazırlaya biləcəyi, sadəcə yağlı kağızda hazırlanan çox ləzzətli toyuq ruleti hazırlayıram. Bir ədəd toyuğun ətindən istifadə edirəm. Toyuğun sinə ətini ayırıb sümükdən, nazik dilimlərə ayırıb xırda kub şəklində doğrayıram. Ağ əti kub şəklində xırda doğrayıb qaba əlavə edirəm. But hissəsini isə sümükdən ayırıb ət maşınının xırda gözündən keçirdirəm. Üzərinə duz, pul biber, qara işgöd, toyuq üçün ədviyyat əlavə edib bunu bir gözəl qarışdırıb üzərini örtüb soyuducuda bir gecə saxlayıram. Soyuducuda bir gecə saxladıktan sonra 3 hissəyə ayırıram. 3 ədəd rulet edəcəm. Yağlı kağızın üzərinə yerləşdirib bükürəm rulet şəklində. Kənarını iplə bağlayıram. Soba listinə yerləşdirib 1 saat 30 dəqiqə 180 dərəcədə bişirirəm. Ruletlər bişdi artıq. Soyduqdan sonra kağızdan çıxardıram. Soyduqdan sonra dilimlərə ayırıram. Hər kəsin çox asanlıqla hazırlaya biləcəyi çox ləzzətli toyuq ruleti alınır. Bəyəndinizsə siz də hazırlayın. Hazırlayacaq olanlara öncədən nuş olsun. Videonu izləyə bilək yazan hər kəsə çox təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.